Herkese salam. Necəsiz qızlar? İnşallah ki yaxşısınız. Çox şükür. Mən də yaxşıyam. İşə gedirəm. Bu günlərim biraz doluyam. İşe gitmeden önce indi gideceğim ziyarete. Gedim ziyaretimi eləyim, ondan sonra qayıdım mağazinə, mağazindəki işlərimi həll eləyim. Bugün görüşüm var rəfiqəmlə. Ondan sonra görüşüme gedim bu həftəki ziyaretimi eləyim. Təvəssül duası oxumaq istəyirəm. Gedim duamı orada oxuyum. Ondan sonra qayıdım gəlim işə. Mağazindəki işlərimi həll eləyəndən sonra da inşallah ki rəfiqəmlə görüşüm var. Rəfiqəm geçen dəfəki icmanın başçısı olan xanımla görüşüm var. Nəcəban xanımla gedəcəm ondan görüşməyə. Oradan da bilmirəm mağazinə qayıdaramı yoxsa evə gələrəmmi? Daha onu bilməm. Baxır mənim görüşümün bitdiyi vaxta. Bu çərəkələr necədir? Hamısı? 16 uzaklık, kırmızı çubuğu. Çürüyecek, yok. Ha yok zaten. Vaktimiz yok mu? Zahmet. Çürüyecek, harcımın önünde. Bunu burada koyayım ki gelende burada takmayayım. Bir defa de koymuştum ama geldim takmadım. Şimdi böyle bir şey yazdım içine. İnşallah bu defa gelip taparım. Ya Ömer Hasan, ya Ali Yabna Hüseyin, ya Hüseyin Abidi, Yabna Resulallah, ya Hüccetullah, ala halki, ya Seyyidina ve Mevlana, inna teveccehna ve istişfalna ve tevesselna bike ilallah. Ramin aldı. Bunun adı nədir bəs? Bunun adı nədir? Mişqadı. Sənin adın nədir bəs? Ay qız adını bilmirsən. Bu qaldı. Bilensiz. Kapıdan girdiğimden üstüme kaçtı haber oldu. Bilmirəm niye. Sabahınız hayır olsun. Bir tane kırmızı verin, bir tane de karıştırın.
Xanımlar yazmışdı ki, qapını açanda o səsin gəlməyini xoşlayırıq. Mən də, oy, yıxılmışdım. Mən də deyirəm ki, özümə şeydir, hər dəfə videonun o yerini kəsdim ki, bu qapı açılanda insanların başına düşməsin. Sən demə mən bacılarım sevirmiş o səsi, xoşlayırmış. Qaqaş hələ yatır içərdə. Təsəvvür edin, həm də yatır qapımızda. Baxıb mağazində açmır. Dedim, oyadım, gətirim, çay içək, kofe içək. Vefasız olmamışam, xəyanət etməmişəm, ayrı eşqə uymamışam. Birdən soruşar məni, başqa heç nə söyləməyim. Deyim ki, geri gəlsin, axı ondan doymamışam. Kızlar, geldim ki burada bir dənə qəşəng hədiyəm var. Dünən mən işdə olmamışdım. Dünən mən işə gəlməmişdim. Mənim izləyicimə qəşəng bir hədiyyə gətiribdi. Dükana qoyubdu. Qaqaş da heç açmırdı, məni gözləyibdi. İndi buradan deşikdən əslində gördüm nə olduğunu. Bilirəm nə olduğunu. İndi bərabər açarıq sizlə. Açarıq, sonra da içində bəhbəhlə çay içərik. Xanıma buradan da təşəkkür edirəm. Özünə təşəkkür eləmişəm, amma buradan da təşəkkür edirəm. Çox sağ olsun, var olsun. Sevgimi çox yaxşı bildiyi üçün mənə deyir ki, bəs bunu görəndə çöldən bu arada xanımların səsi gəlir. Sizi narahat edir bilirəm, amma başqa çarəm yoxdur. Deyir ki, bəs rəngi də görəndə, görüntünü də görəndə sən yadıma düşdün. Düşündüm ki, bu sən olmalıdır. Çox təşəkkür edirəm. Çox ağır bir şey idi, çox qəşəng bir şey idi. Cebi dolu olsun. Həmişə mən nəzərində saxladığı üçün, gözəl şeylər görəndə məni xatırladığı üçün Allahın da nəzərində olsun inşallah. Yani başa düşürsünüz bu şeylere çok dikkat Hadi, etmeyin. demək qızlar, dayan. Baxın. Normal danışırdı, normal danışırdı. Birdən kameranı atan kimi başladı özünün. Bax, mənə deyirlər ki, öz ləhcənizlə danışmırsan, öz ləhcənizi istifadə edirsən. Amma həqiqətən də, baxın, həqiqətən də oğlumu da şahid tuturam, Allah da şahidimdir ki, mən əslində normal həyatımda belə
gələcəm, gedəcəm demirəm. Düzdür, o Gəncə ləhcəsidir. Amma mən nə danışıram? Niyə danışmıram? Çünki mənim qızım balaca olandan mən qızıma istəmədim ki, elə o tərz danışsın. Qızıma xatirdə, qızıma görə də başladım özüm də onunla bərabər ondan o cür danışmağa və Rənanı da elə öyrətdim. İstər-istəməz özüm də dəyişdim. Bir də Qaqaşda da var o. Qaqaş da bəzən danışır, bəzən danışmır, amma istədiyi yerdə, istədiyi şəkildə danışmağı bacaran birisidir mənim oğlum. Amma mənim danışığım, baxın, burada necə danışıramsa, yazın. Altdan qohumlarım yazın. Başqa profildən olsa yazsınız, bilirəm. Yazın. Söz verirəm, təsdiqləyəcəm. Burada necə danışıramsa, mən insanlarla da elə danışıram. Çünki şey eləməyə gərək yox. İstisnalar qaydanı pozmur da, amma yəni istisnalar var. Məsəl üçün, zarafatlaşanda. Zarafatlaşanda orada bir hijyəmdə Zarafatlaşanda bilmirəm, zarafatlaşanda. Mən zaten elə insanlarla şit zarafatım yoxdur. Yəni belə durum əl-qol zarafat edeyim, ya kobud danışıq zarafat edeyim, elə şeylərim yoxdur. Necə danışarım? Məsələn, mənim zarafatım səndən necədir? Tamam. Nətərsən? Sən niyə mənim yanıma gəldin qızlar? Oradan yeriyə gəldi, durdu, düz mənim yanımda. Buna baxın. Can, gətir, gətir. Can. Əlimdə nə var ki sən belə əlimdən? Nədir? Nə istəyirsən sən? Sən nə istəyirsən? Sən sığal istəyirsən? Sığal istəyirsən sən? Sən sığallanmaq istəyirsən? Bu bəlkə ev pişikdir, bu sığal öyrəşibdir sığala. Qəşəng. Qəşəng sənsən. Qəşəngsən sən, qəşəngsən. Bura Gəncədəki favelladır, 11 mağın qabağı. Bu yeri xanım özü seçmişdi, burada görüşək demişdi. Mən gəlmişəm, o da bayaq yazdı ki, 5-10 dəqiqəyə çatıram. Kızlar çıxdım mən. Görüş günümüz çox qəşəng keçdi. Çox səmimi söhbət elədik. Xanım məsihçidir. Bir İslamçı ilə bir məsihçinin söhbəti həqiqətən çox maraqlı keçdi. Bu arada uşaqlarıma, oğluma da, qızıma da hədiyyə alıb gətirmişdi. Sağ olsun, payı çox olsun. Bilmirəm, həqiqətən içində nə olduğunu bilmirəm. Çünki paket bağlıdır, bağlı paketdir. Amma ikisinə də alıbdı unutmadan. Çox sağ olsun. İncə düşüncəsinə görə də təşəkkür edirəm. Özü də buradan izləyəcəkdi. Öpürəm, bağrıma bastıram gözəl ürəyindən. Həm də ki xanımın səmimi söhbəti mənim əlimdən tutub mənim üçün dua eləməyi filan. Belə deyim. Onun gözəl sözləri qarşısında dayana bilməyib ağladığım da oldu. Çox sağ olsun bugün üçün ona təşəkkür edirəm. Hədiyyəsi üçün də təşəkkür edirəm. İndi burada minim gedim evə. Gəldim, qızımı çimizdirdim, elədim. İndi də hədiyyələrini açır. Bu arada çok sağ olun. Adı Natəvandır. Çok sağ olun Meltem Hanım.
Yox, Natəvan xanım deyil. Xanım. Mən Rənaya özüm öyrətmişəm ki, heç kimə xala deməsin. Yəni bir qadına xala deyilməyinin tərəfdarı deyiləm. Yaşı neçə olur olsun, saçında bir dənə ağ qara tük qalmasa belə, ona xanım deyə müraciət etməyini xoşlayıram hər kəsin. İstər kişi olsun, istər qadın olsun, istər uşaq olsun, ona kişi tərəfindən də, qadın tərəfindən də istəyirəm ki, xoşlayıram ki, xanım deyilsin. Mən özüm də heç kimə xala demirəm də, sevmirəm o sözü. Hər kəsə xanım deyə müraciət edirəm. Qızımı da onu öyrətmişəm. Deyirəm ki, öz yaşıdlarına və yaxud da ona xoş gələcək adamlara adınla müraciət elə. Səndən böyüklərə də şeylə xanım de. Burada Evde oradasın. logo baksanıza. Bu nədir Ayləman? Bunlar nədir? Bu nə işə yarayır? Saçın yığmaq üçün də öyle. Hə, bir qutu kimi bir şeydir, hə? Bir qoca da öyle yok. Hə, nədir bəs? Bax, misal üçün saçını yığırsan rezindən. Sonra məncə yəni belə olur. Çünki internetdə Aç Rəna, aç. Məsələn, topuz zad eləyirsən, sonra Qızlar, bunlar nə üçündür? Bilən varsa bunu yazsın. Bunlar nə üçündür? Misal. Saç bandı Belə. falan. Saç. Çünki bunu internetdə görürəm mən. O saxlamır axı saç. Baxırsan. Məsələn. Düz. Bunun nə olduğunu Çünki bilən bunu varsa görürəm yazsın. şeydə. Bu arada bu dark geçecek. Ya qızlar, yenə kameramanım yenə canım qızımdır. Canım qızım mənim yenə kameramanlığımı eləyir. Salam ver qızlara. Selam, ne dersiniz? Salam. Selam. İndi aldıqlarımı çəkin. Yəqin ki bundan hamınız hava su kimi, çörək kimi işlədsiniz. Mən də sizin kimi çox işlədirəm bundan. Demək olar 10 gündən bir alıram. Bir dənə belə, yəni ay sağ ol. Bir dənə belə tonalni şey aldım. Nədir? Mən qubqa sevmirəm qızlar. Qubqa həm tez xarab olur, həm də nəsə sevmirəm onun yaxmağını. Bu daha qəşəng, xoş gəlir mənə. Belə şotqa ilə işləyəndə daha xoş gəlir mənə. Bir dənə belə şotqa aldım. Buna verdim. Ay, daha görürsünüz. Buna verdim 7 manat. 7 manat. Buna da vermişdim. Bunu bilmirəm, xırda şeylərdir. Bir dənə belə 4 manata yaxınlaşdır Rəna. 4 manata bir dənə belə makyaj yumaşot şeyi, fırçası, bir də belə saç bandı aldım. Bu mənə səhərlərdə lazım olur. Bir də üzümü yuyanda da lazım olur. Buna 4 manat verdim. Belə dəsti, ikisi bir yerdə. Bu ruçkadır, bunu qızıma gətirmişəm. Sağ ol. Evet. Bir dənə belə qızlar, saçın dibindən çıx, mənim saçım rusudur. Saçın dibindən çıxanda, qaraltı falan çıxanda və yaxud da ağ saçlar olanda, onda dib boyası deyirlər də. Dib boyası gələnə qədər, dib boyası gələndə, yəni harasa gedirsiniz və yaxud da həmin gün hövsələndə bir neçə gün qoymaq istəmirsiniz, onda bu sizin dadınıza çatacaq. Baxın, məndə biri də var idi evdə. Pastayan bundan alıram. Əvvəl saçım açıq rəng olanda beləsini alırdım. Svetli blond. Sonra saçımı tündləşdirdim, rusa elədim. İndi bundan alıram. 2 dənəsi də işdədir. İşdə saxlayıram ki, lazım olur. Bir dənə belə şey aldım, lasyon aldım, krem lasyon. Yəni şeydir. Neysə. Krem lasyondur. Niyə krem lasyon aldım? Həmişə şey alırdım, sulu da, yəni nə deyirlər ona? Gel. Yox, gel yox. Sulu. Nədir sulu? Влажный. Влажный da, hə. Həmişə belə su kimi al, nə tap deyəmədim adını. Elə alırdım. Amma mən dərim qurudu deyə bu dəfə krem aldım ki, krem daha yaxşı eləyir. İlk dəfə də alıram bu arada, həm sınamamışam. Bir dənə belə mat
blesk aldım. Əslində mən bir dəqiqə. Mən əslində Maybelline istəyirdim. Bu elə bir 10 nömrədir. Bunun məndə bir də var 15 nömrəsi. Mən Maybelline-in bu rəngini istəyirdim, amma yox idi. Onda mı yox idi, ümumiyyətcə mi yoxdur, onu bilmirəm. Dedi ki, yox, o olmur dedi. Bəlkə də özündə yox imiş, bilmirəm. Dedi ki, o olmur. Bu da mənim rəngimdir deyə. Baxın, qəşəngdir. Bu pomadadan o qədər razıyam ki, bu bleskdən o qədər razıyam ki, səhər vururam bunu, səhər tezdən vururam. Hə, bir də baxın 15 nömrəsi var məndə. Bu düzdür, başqa şeydir, Maybelline-dəkisi də, prosto bu başqa biraz pomadadır. Bunları səhər vururam, işə gedirəm, axşama qədər elə bir bu dəqiqə görüşürsən də, paltar giyin, sonra heç nə də yaxılmır, heç bir şəkildə yemək, içmək anında belə dodağın iç hissəsindən getmə olmur. Nə tər evdən çəkib gedirəmsə, elə də axşam evə gələndə dodağımda qalır. Bu amma Jevinkidir, Jev yəqin ki bunlar qədər olmayacaq, qiymət fərqi də çoxdur bu arada. Yəni bunları 21 manata alırdım, Bunu bilmədim neçəyə aldım. 22 nömrəsidir. Bilmədim bunu neçəyə aldım. Axırda deyəcəm hamısının obşu qiymətini. Jevinki də Jev bilirəm ki, o qədər də yaxşı bir şey keyfiyyətli olmur, amma rənginə görə bunu seçdim. Başqa nə var? Başqa bir dənə də belə Qələm aldım. Üz neydi? Dodaq qələmi. Bunu əslində buna görə aldım. Dodağın kənarını böyütmə falan edəndə qəşəng olur. Bunlar qəşəng qalırlar. Ona görə aldım. Bir-birinə uyğun rəng seçdim ki, bəs yarışsın. Bir dənə Jevin linerini aldım. Mən bundan işlətmişdim. Əvvəldə bunu almışdım. Yəni yaxşı idi. Bundan razı qalmışdım. Ucu falan da yaxşı biz olur. Sonra Jevin ikinci dəfə alanda Jevin, bu da Jevdir bu arada. Başqa cürəsini aldım. Bunu aldım. Amma bundan razı qalmadım. Niyə razı qalmadım? Uç tərəfi yaxşı deyil idi. Ona görə yenə bu dəfə alanda bundan yox, sırf bundan aldım ki, bildiyim bir şey alım. Gözaltı aldım. Keçən dəfə almışdım bundan, L'Oreal. Bu qəşəng idi. Bunu elə işlədirəm, qəşəng idi. Sadəcə bundan, bunun uç tərəfi belədir. Mən bunu şeylə yaxıram, fırça ilə. Amma bunun özünün uç tərəfi belədir deyə bu daha qəşəng eləyir, daha qəşəng yaxılır, daha qəşəng effektini verir. Yəni yaxmaq daha yaxşı. Onu evdə eləmək fikrim var. Bunu məsələn evdən səhər çıxanda. Bunu amma işdən qaydanda falan belə tez tələsikdə belə, yəni uğraşmadan eləyə biləcəyim bir şeydir. Ondan sonra bir dənə Jevin yenə küllü belə bir tenini aldım. Tenini aldım. Belə. Nəsə bu rəng beynimə düşmüşdü. Əslində açıq rənglə çəkirəm. Yayda vəbşə açıq rənglə çəkirəm. Amma niyəsə beynimə düşdü bu rəng. Bu dəfə belə küllü aldım ki, çox açıq tonda belə azacıq belə eləyərəm. Bəzən Türklər deyirik koyu makyaj. Bəzən elə tünd makyajlar adama xoş gəlir. Bir dənə qələm qətiyyən aldım. Qələm qətiyyənim yox idi. Bir də Faberlikdən makyaj sabitləyici aldım ətrini. Baxım, ətri də qəşəngdir. Bunu məsləhət gördü. Bir neçəsi var idi, amma bunu məsləhət gördü. Bunu götürdüm. Demək bunların hamısına 59 manat pul verdim qızlar. Hamısına. Bir yerdə 59 manat pul verdim.
Hələ hətta dedi ki, bir dənə də bir şey götür, 1 manat da qoy, 60 manat olsun. Dedim 1 manat da yol pulum olsun, eybi yoxdur. Məndə can sağlığından olsun. Gələn izləyən hər kəsə təşəkkür edirəm. Vlogumu burada tamamlayım. Növbəti vloglarda, növbəti videolarda və növbəti suallarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.